Salam əziz şagirdlər, hörmətli valideynlər. Artıq bildiyimiz kimi buraxılış fənləri üzrə imtahanlar yerdə qalıb. 11-ci sinif şagirdləri, yəni abituriyentlər hal-hazırda blok fənləri üzrə imtahanlara hazırlaşırlar və bu aralarda şagirdləri və valideynləri düşündürən bir məsələ var. O da ki, topladığı bala uyğun olaraq abituriyent hansı ixtisasları seçə bilər və hansı ixtisaslara üstünlük verməlidir. Son dövrlər sosial şəbəkələrdə bu sahədə daimi canlı yayınlar açanlar olur və siyahı tuturlar, abituriyentlərin adlarını qeyd edirlər, onları kodlaşdırmaq üçün, yəni müxtəlif ixtisaslara yerləşdirməklə söz verirlər. Ancaq müşahidə edirik ki, onların əksəriyyəti bu sahədə çox məlumatlı deyirlər və araşdırmadan sadəcə abituriyent jurnalında olan keçid ballarına əsasən abituriyentlərə məlumat verirlər ki, sən bu ixtisasa düşə bilərsən, düşə bilməzsən. Əslində bu proses çox geniş bir araşdırma tələb edən bir prosesdir. Mən bu prosesi araşdırmaq üçün deməli bu işi 3 hissəyə bölmüşəm. Yəni abituriyent elektron ərizəsində ixtisas seçərkən nəyə üstünlük verməlidir? Bu 3 mərhələlərdə aparılır. Birinci analiz mərhələsi. Analiz mərhələsi çox deməli vacib bir şərtdir. İkinci sintez, üçüncü nəticə mərhələsidir və bunları ardıcıllıqla sizlərə izah etməyə çalışacağam. Analiz mərhələsi nədir? Analiz mərhələsində deməli abituriyent yaxud abituriyent üçün ixtisas seçən hər hansı bir müəllim, ixtisaslı kadr üstünlük verəcəyi məqamlar nə olmalıdır? Təkcə bir ilin, son bir ilin nəticələri kifayət eləmir bu araşdırma məsələlərində. Bunun üçün ən azı son 2 ildəki deməli statistik məlumatlara araşdırmaq lazımdır. Burada da əsasən nələrə baxılmalıdır? Yəni, il ərzində, son 2 il ərzində abituriyentlərin sayı bu artan sırayla gedib, yoxsa azalan sırayla və həmən illərdə deməli, ali məktəblərdə plan yerlərinin sayı və bu nisbət müqayisə olunmalıdır. Tutaq ki, bir il bundan qabaq bu nisbət necə olub, 2 il bundan qabaq necə olub, cari ildə bu nisbət necə gözlənilir? Bu da abituriyentlərin sayları açıqlanandan sonra və ümumi bütün plan yerlərinin sayı açıqlanandan sonra bu il üçün olan nəticələr bunu o vaxtdan demək, o nisbəti müəyyən etmək mümkündür. Və bu nisbətləri müəyyən edəndən sonra araşdırmalar aparılır ki, hansı ixtisaslarda məsələn ballar artan dinamika ilə inkişaf eləmişdir, hansı ixtisaslarda azalma müşahidə olunur və perspektivi olan ixtisaslar hansılardır və bu ardıcıllıqla müəyyən eləmək olur ki, daim yüksələn xətt üzrə deməli hansı ixtisaslarda artım var və o proqnoz verməyə əsasdır ki, növbəti ildə bu ixtisaslarda artma yoxsa azalma müşahidə oluna bilər. Dediyim kimi çox şeylər burada araşdırılmalıdır. Sonra deməli bu nisbət müəyyən olunduqdan sonra əsas digər bir məsələ perspektivli məsələlər. Yəni, bu ixtisasların plan yerlərinin artırılması, eləcə də onların qəbulda keçid ballarının artması nədən asılıdır? Təbii ki, bu ölkədə gedən proseslər bunların hər birinə təsir edən amillərdir. Mən bir şey nəzərə çatdırmaq istəyirəm ki, bu işdə təkcə deməli abituriyent jurnalında olan məsələlər yox, ümumiyyətlə dövlətimizdə və cəmiyyətdə iqtisadi bu proseslərə gedən bu dəyişiklikləri də nəzər salmaq lazımdır. Məsələn, son illərdə bilirik ki, Azərbaycanda 3 böyük aeroport tikilib və hal-hazırda Zəngəzur dəhlizinin açılması barədə söhbətlər gedir. İnşallah yaxın zamanlarda bu dəhliz də açılacaq. Və bu dəhlizin açılması, eləcə də bu aeroportun fəaliyyətə başlaması abituriyentlərə hansı üstünlük verə bilər və hansı ixtisaslarda yenilik, artım, yaxud perspektiv görünə bilər. Ümumiyyətlə, abituriyentlər ixtisas seçərkən onlar çalışmalıdırlar ki, onların seçdiyi ixtisas təkcə Azərbaycanla məhdudlaşmasın və onların o seçdiyi ixtisas digər dövlətlərdə də deməli, o ixtisaslardan yararlana bilsinlər, iş görə bilsinlər. Və bunun üçün də əsas üstünlük verilməlidir tədris ingilis dilində olan ixtisaslara. Məsələn, başladıq Milli Aviasiya Akademiyasından başlayaq. Çünki dediyimiz kimi aeroportlar fəaliyyətə başladıqda Azərbaycanda ona uyğun ixtisaslar, hansı ixtisaslar var?
Milli Aviasiya Akademiyasında deməli aerokosmik mühəndis, aviasiya təhlükəsizliyi, hava nəqliyyatının idarə olunması və digər ixtisaslar var ki, bunlar son 4 ildə, 5 ildə Azərbaycanda həmən ixtisaslara tələbat arta bilər. Çünki hal-hazırda Azərbaycanda elə əsas böyük aeroportlar demək olar ki, çox deyil. Ancaq digər Qarabağda açılan aeroportlarda istifadə verildikdən sonra təbii ki, burada işə götürülən kadrlar Azərbaycan vətəndaşı olacaq və burada ixtisaslı kadrlar lazım olacaq. Bunun üçün abituriyentlər məsələn bu ixtisaslara üstünlük verə bilər. Hal-hazırda o deməli 4 il bir təhsil müddəti, ali təhsil müddəti 4 il olduğu üçün onların o qutardığı, diplom aldığı müddət həmən o aeroportlarda işlərin canlanması ilə üst-üstə düşə bilər. Yəni eyni onlar diplomu aldığı müddətdə hazır deməli potensial kadr kimi onlar özlərini təqdim edə bilərlər. Və əsas məsələ də deməli balların artıb azalması əmək bazarında tələb və təklif məsələlərindən də çox asılıdır. Bəzi ixtisaslar var ki, orada demək olar ki, təklif çoxdur, tələb az. Belə olan hallarda təbii ki, həmən ixtisasları qutaran abituriyentlər, məzunlar iş tapmaqda çətinlik çəkirlər. Hansı ixtisaslarda ki, tələb çoxdur, təklif az. Onlar deməli iş tapmaq da asan olur və təbii ki, o ixtisaslarda işləyən mütəxəssislər də yüksək maaşla təmin olunurlar. Digər başqa bir məsələlərdə sizin diqqətinizə çatdırım. Bütün bu araşdırmalar aparıldıqdan sonra sintez mərhələsində nələrə diqqət yetirmək lazımdır? Bəzən ixtisas seçərkən müəllimlər öz istəklərini üstün götürürlər. Yəni abituriyentin yaxud onun valideyninin istəyini, arzusunu o qədər nəzərə almırlar. Məqsəd də olur ki, yəni biz ixtisas seçərkən seçdiyimiz ixtisasa uyğun olaraq abituriyent arası qəbul olsun. Təkcə abituriyentin hansısa bir ali təhsil müəssisəsinə qəbul olmaq şərt deyil. Burada araşdırmaq lazımdır ki, o abituriyent ali təhsil müəssisəsinə qəbul olduğu müddətdən sonra onun iş tapmaq məsələsi nə dərəcədədir, onun aldığı ixtisas yararlıdır, yararlı deyil, o ixtisasla Azərbaycanda işlə təmin oluna bilər, yoxsa yox. Bəzən elə ixtisaslar seçirlər ki, 4 il ali təhsil müəssisəsində təhsil alırlar, sonra diplom bir kənara qoyub gedib başqa bir sahədə iş axtarırlar. Və yaxud hansısa bir kollec yaxud kurs qutaran başqa bir tələbə ali təhsil almış tələbədən üstün olur. Çünki o düzgün seçim eləyə bilir, Azərbaycanda ehtiyac olunan ixtisasları öyrənə bilir və ona tələbat daha çox olur. Bu şeylər mütləq valideynlə də araşdırılmalıdır və abituriyentə izah olunmalıdır bu məsələlər. Bəzən də valideynlər, abituriyentlər ən çox üstünlüyü verirlər təbii ki, ödənişsizə, yəni dövlət hesabına oxumaq üçün ödənişsiz ixtisasları istəyirlər. Ancaq bəzi elə olur ki, abituriyentin cüzi bir bal fərqi ilə ödəniş etdiyi halda daha perspektivli bir ixtisasa yiyələnə bilər. Əgər onun valideyninin büdcəsi buna imkan verirsə, belə halda məsləhət görmək lazımdır ki, ödənişli ixtisaslarda abituriyent, şagird təhsil alsın. Ola bilər ki, 3 il, 4 il deməli valideyn biraz sıxıntı çəkə bilər. Ancaq o diplomu aldıqdan sonra övladın harasa bir işə təmin eləməkdə onun bəhrəsini görə bilər. Nəinki 4 il oxusun, heç bir ödəniş eləməsin. Ödəniş eləməsə belə istənilən halda tələbənin bir xərci çıxır, ona oxutmağa xərc çəkir. Ancaq o diplomdan hansısa bir sahədə istifadə edə bilməyəcəksə, onu almağın elə bir əhəmiyyəti də qalmır. Və digər bir məsələ, deməli, Milli Aviasiya Akademiyasını dedik və Zəngəzur dəhlizi ilə bağlı. Bilirik ki, Zəngəzur dəhlizi beynəlxalq yük daşımalar üçün nəzərdə tutulub və burada Türkiyə, Azərbaycan, Çinə qədər gedən bütün logistika şirkətlərinin işi Zəngəzur dəhlizi vasitəsilə aparılacaq. Buna da uyğun birinci və ikinci qruplarda və ikinci qrup, yəni texniki universitetdə bir çox
ixtisaslar var ki, onlara uyğun deməli ixtisaslar verilir. Bunlardan məsələn beynəlxalq logistika və nəqliyyat. Bunun tədris Azərbaycan dilində olan var, tədris ingilis dilində olan var. Əgər abituriyentin deməli bilik səviyyəsi imkan verirsə, tədris ingilis dilində olan seçmək daha üstündür. Çünki bu təkcə Azərbaycan yox, Azərbaycan hüdudlarının kənarda da fəaliyyət göstərdiyi üçün bu ixtisas, bu iş ingilis dilini bilmək onun bir üstünlüyü deməkdir digər abituriyentlərdən. Məsləhət görərdik ki, seçərkən, ixtisas seçərkən təhsil ingilis dilində olanı, tədris ingilis dilində olan ixtisasları seçsinlər və ali təhsil müəssisələrində oxuduğu müddətdə belə öz ixtisasını öyrənmək üçün əlavə bir kursa, təcrübə proqramlarına qoşulmaları mütləq vacibdir. Yəni o universiteti bitirdiyi halda deməli tam hazırlıqlı bir kadr kimi yetişmiş olsun. Bu sahədə biz istənilən halda bütün abituriyentlərə kömək eləyə bilərik və bunun üçün yaxın müddətlərdə, yəni ixtisas seçiminə az qalmış müddətdə fərdi günlərimiz olacaq, abituriyentlərlə görüş və onları qəbul edib valideynləri ilə birlikdə öz tövsiyələrimizi və məsləhətlərimizi verə bilərik. Bununla bağlı hər hansı sualınız olarsa bizə əvvəlcədən müraciət edə bilərsiniz. Təşəkkür edirik, sağ olun.